Salam uşaqlar, video dərsimizə xoş gəldiniz. Bu video dərsimizdə digər illərin məzunları üçün düşən sualları izah edəcək. Keçək suallara. 61-ci sualda mənfiyə böldüyü üçün işarəni dəyişməliyik. Deməli, x kiçikdir, 9 da mənfi 3-ə böləndə mənfi 3 olur. Bunun təhlillər çoxluğu mənfi sonsuzluqdan mənfi 3-ədir. Bu aralda da ən böyük tam həll neçə eləyir? Mənfi 4 B bəndi. 62. Kompleks ədəddir. Rez həqqi hissənin əmsalıdır, imizdə xəyali hissənin. Kompleks ədəd cəbri şəkildə bax belə yazılırdı. A həqqi hissənin əmsalıdır, 5 verib, B də xəyali hissənin mənfi 2 verib. Bunda qoşması nə olurdu? 5 minus 2 isə qoşması da 5 plus 2 olurdu. Bizdən də elə onu soruşurdu. 63. A-nın hansısa ən kiçik qiymətində 5 rəqəmli ədədi qalıqsız 9-a bölünər. Məlum rəqəmləri toplayaq. Bu 7 plus A plus B. Rəqəmlərin cəmi 5-ə bölünməlidir, 9-a bölünməlidir, yəni 9-un qaydası. Bizdən A-nın ən kiçik qiyməti. A rəqəmdir, ən kiçik rəqəmimiz də 0-dır. Məsələn, burada A 0 olsa, məsələn, B də 2 ola bilər. Toplayanda 9 olsun ki, 9-a qalıqsız bölünsün. Başqa qiymətlər də ola bilər. Bizdən A-nın ən kiçik qiymətini soruşur. Ən kiçik rəqəmimiz də 0-dır. Cavab oldu C. Bu üstü tənlidir, sol tərəfi olduğu kimi yazıram. Bu 5-də 1, 5-dir, mənfi 1-dir. Mənfi də bu qüvvətə dəyəndə olur 5-dir, mənfi x plus 2. Mənfi burada idi, bunu müsbət elədi. Əsaslar isə qüvvətlər də eynidir. Bunda bərabərləşdiririk, x plus 1 bərabərdir mənfi x plus 2-yə. Mənfini sola atdım 2x, bu 1 də sağa atdım 1. X də bərabər 1, 2 də 1-ə böləndə nə olur? 10-luq kəsirindən veribsə 0,5. 65. K və L nöqtələri ABC üçbucağının uyğun olaraq BC və AC tərəflərinin orta nöqtəsidir. Orta nöqtə ki, dedi, bu mediandır. Bunu yadda saxlayın. Məsələn, A, B, C üçbucaqdır. Buradan AK, K ortadırsa, deməli bu AK mediandır. Buradan da A, K, C kiçik üçbucağa baxanda bu L orta nöqtədirsə, bu K, L mediandır. Biz bundan istifadə edəcəyik. Birinci kiçik üçbucaqdan istifadə edək. Burada nə soruşur? Ştriklənmiş hissənin sahəsi böyük üçbucağın sahəsini, yəni buranın sahəsi, bu ştriklənmiş hissənin sahəsi böyük üçbucağın sahəsinin hansı hissəsini təşkil edir? Birinci A, K, C üçbucağından istifadə edək. Düzbucaqlı üçbucaqdır. Fərqi yoxdur. Hər hansı bir üçbucaq olur olsun. Bu L orta nöqtədirsə, deməli bu KL mediandır. Median da demişdik ki, çəkildiyi tərəfi yarıya bölür və sahələri də bərabər hissəyə ayırır. Görürsünüz, bu orta nöqtədirsə, bu LC A ilə bərabərdir. Bunda bura bir S qoysam, bu da S-dir. Bu A, K, C üçbucağını tapdıq, 2S. Sonra bu böyük üçbucağa baxıram. A, B, C. Buradan da bu A, K mediandır. Bunda bu üçbucağın sahəsini 2S tapdımsa, bura median daxı böyük üçbucağın medianıdır da. Bunda burada 2S olacaq. Onda böyük üçbucağın sahəsi neçə oldu? 4S. Ştriklənmiş hissəyə də S demişdim. S böl 4S. S'lər x'lər getdi, qaldı 4-də 1. Cavab oldu D bəndi. Bu trigonometri təhlilidir. Sinüs x bərabərdir 1. Xüsusi hal idi. Bunu necə yazırdıq? X bərabərdir 1'i alırdı 90 dərəcədə. Pi böl 2-də. Sonra 2 pi qədər fırlanırdı. Növbəti 360'ın üstündə 90 gələndə 450'də alırdı. Yəni trigonometriyada kiçik bucağı yazırlar, kiçik kökü yazırlar. Sonra üstündə də 2 pi k. Yəni 2 pidən 1 fırlanır, kökləri alır. K da şərti ədəd. İndi burada x olduğu üçün biz bunu x yazdıq. Burada bucaq 2x minus 3'dür. Burada yazıram 2x minus 3 bərabərdir pi bölü 2 üstə gəl 2 pi k. Buradan da 2x bərabərdir. Bu 3'ü sağ tərəfə keçirdirəm. Olur 3 plus pi bölü 2 üstə gəl 2 pi k. Hər tərəfi 2'yə bölürük. Bunu da 2'yə bölürük, buranı da 2'yə bölürük, buranı da 2. 2'yə böləndə bu 2'lər xısar getdi, x oldu. 2'də 3'ü böləndə toplananın yerini dəyişib arxada verib, fərqi yoxdur, dəyişə bilərəm. Pi bölü 2'ni də 2'yə böləndə pi bölü 4 olur. Bu 2 pi k'nı da 2'yə böləndə 2'lər gedir, pi k qalır. Bu pi bölü 4 idi. Plus bu 2'də 3 elə olduğu kimi də qalır. Deməli cavab oldu D bəndi. 67. Altıbucaqlıdır, tərəflərini toplayaq. X, 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 x. Oldu desə 4x, y, y. 2y. Buradan da 2'ni çıxardaq böltəsi xaricine. 2 vurulsun. 2x plus y bərabərdir. 2x plus y 5 verib. Baxın bu qiymət 5'dirsə, 2'ni də 5'ə vuranda neçə olur? 10 olur. Cavab oldu D bəndi. MN-i soruşur, elə çarpaz vururuq. MN olur neçə? 80. C bəndi.
ABCD kvadratın təpələrindən çəkilmiş paralel düz xətlər. Tutaq ki, baxın, belə bir kvadrat çəkirəm. Söhbət fəzadan gedirsə, biz bu kvadratı müstəvidəki kimi çəkməyəcək, biraz maili çəkəcək. A, B, C, D. Bunun təpələrindən paralel müstəvi keçirilir və paralel düz xətlər çəkilir. Deməli, bunun təpələrindən çəkilmiş paralel düz xətlər. Deməli, buradan paralel düz xət A təpəsindən, B təpəsindən, D təpəsindən, C təpəsindən çəkəcəm. Buna paralel müstəvi olacaq. Elə bu da kvadrat olacaq da, yəni. Buradan bura çəkirsəm, buradan bura çəkirsəm, buradan bura, buradan bura. Bu ABC'dirsə, buna da A1, B1, C1, D1 özü verir burada. AB tərəf, yəni kvadratın tərəfi də 4-dür. AB 4-dür. Kvadratsa bu da 4-dür. 4-dür, 4-dür. Onda altda oturacaq. 4, 4, 4. Belə. Prizma alındı. Bu oturacağı düzgün dörtbucaqlı prizma deyirlər də, yəni oturacaq kvadratdır. A1, C1 parçası uzundur. A1, C1 buradır. Bax, bura. Demək istəyir ki, kvadratın diaqonalını tap. Kvadratın tərəfləri 4, 4-dürsə Pifagora görə diaqonal nə olurdu? 4 kökdə 2 olurdu. Cavab oldu B bəndi. Bunu düsturla da yazmalar, mən düstursuz yazacağım. A, B, 2 dənə çoxluq verib, elementlərin sayı bərabərdir. Deməli, NA ilə MB-nin sayı bərabərdir. N sayı bildirir. B-də də bu. Buradan istifadə edək. Kəsişmə neçədir? 6-dır. Bura 6 qoyaq. MB-nin adam fərqi 2K yazaq. MB-nin adam fərqi 2K yazaq. Birləşmə neçədir? 5K. NA ilə B-nin birləşməsi də 5K-dır. Bu fərq işarəsidir. Birinci buranı yazaq da B-nin adam fərqi 2K. Bura B-nin adam fərqidir 2K. A ilə B-nin birləşməsi 5K-dırsa, onda mən bura yazmalıyam. 2K çıxılsın 6. Çünki bunları toplayanda birləşmə elir də. Mənfi 6 ilə 6 getməli ki, 2K ilə 3K yazmalıyam. 3K ilə 2K-nı toplayanda olsun 5K. 3K. Olsun 5K, birləşməni versin 5K. Deməli, burada da A-nın sayı ilə B-nin sayı, yəni elementin sayı bərabərdir. NA buradır. Bax, buradan bura qədər. Mənfi 6 ilə müsbət 6 toplayanda gedir, qaldı 3K bərabərdir, bir bərabərdir. MB də 6 plus 2K-dır. 2K plus 6 yazaq. Atdım bu tərəfə. K-nı neçə tapdım? 6. K 6-dırsa, bu 2K-ydı. 2-ni 6-ya vuracam. Olacaq 12. MB-ni soruşur. MB buradır. Yəni B çoxluğunun elementlərin sayı neçə oldu? 18. Y bəndi. A-nı da soruşsaydı, K-nın qiyməti 6 idi. 3-ü 6-ya vurardım. 18. 18-dən 6-nı çıxardım. 12. 12 bura, bu da 6. Elə bu da 18. Çünki niyə? MB 18 isə bərabər idi A ilə B-nin elementin sayı. Elə bu da 18 olurdu. Üçbucaq verib. Tərəfləri A, B, C verib. Uyğun olaraq A-nı 62 verib, B-ni 68. Deməli, bu 62 dərəcədir. B-ni də 68 verib. Üçbucağın daxili bucaqların cəmi 180-dır. Bunlar toplayanda neçə olur? 130, onda bura oldu 50 dərəcə. Üçbucaqda hansı tərəf böyüdürsə, onun qarşı bucağı böyüdür və ya tərsinə. Hansı bucaq böyüdürsə, qarşı tərəfi böyüdür. Yəni, tərəf bucaq düz mütənasib. Tərəf böyüyəndə bucaq da böyüyür, tərəf kiçiləndə bucaq da kiçilir. Yəni, qarşı bucaqdan söhbət gedir, qarşı tərəfdən söhbət gedir. Ən böyük tərəf 68-in qarşısında duran tərəfdir B, ikinci 62-nin qarşısında duran tərəfdir A, üçüncü də 50-nin qarşısında duran tərəf C. B böyüdür, A böyüdür, C, D bəndi. Bu müxtəsərdir. A çıxılsın 3, A plus 3. Məxrəcdən də 3 ortaq qrupudur, A plus 3. Pluslar x-lar getdi, A minus 3, bu da 3. Cavab qaldı A bəndi. Yəni, ixtisar gedəndən sonra mörtəzə açılır da. Bu düsturdur. Sinus alfa çıx bettanın düsturudur. Sinus alfa çıx betta toplama düsturu deyirlər buna. Olurdu sinus alfa, kosinus betta düsturu burada bilməlisiniz. Bilməlisiniz, başa düşənməlisiniz. Çıxılsın kosinus alfa, sinus betta. İndi alfa ilə bettanın yerinə birinə 41 verib, birinə də 11 verib. Deməli, sinus, bu açılışdır, biz bunu yığırıq bu şəkilə. Sinus 41 dərəcə çıxılsın 11 dərəcə. 41-dir bu. Bu da oldu sinus 30 dərəcə, onun da qiyməti 2-də 1-dir. A bəndi.
Perimetrləri bərabər olan bərabər tərəfli üçbucaq və kvadrat. Bir dənə bərabər tərəfli üçbucaq çəkək, bir dənə də kvadrat çəkək. Perimetrlər bərabərdir və uyğun tərəfləri yazıb, yəni uyğun olaraq kvadrat bərabər tərəflinin tərəfi x1-dir. x1, x1 bütün tərəflər bərabərdir. Kvadratda da x2-dir. Bütün tərəflər bərabərdir. x2. Bu da x2. Kvadratdır. Onda bunların perimetrləri bərabərsə, bunun perimetri neçə eləyir? 3x1 eləyir. Bunun perimetri neçə eləyir? 4x2. Buradan istifadə edirik. x1-i 4k götürürük. Bu x2'ni də 3k götürürük. 3k. Sonra viyyətdən istifadə edirik. x1 üstə gəlinsin. x1 plus x2 nəyə bərabərdir? Həmin o düsturda mənfi p olur. P'nin yerində mənfi 21'dir. Onda mənfiyə dəyəndə olur müsbət 21. 3k, 4k bunlar var da. Toplayıram 7k bərabərdir 21'ə. K'nı buradan tapdım. 3. K tapıldı 3. Onda 4'ü 3'ə vururam. 12, 3'ü 3'ə vururam 9. Köklər tapıldı. Sonra viyyəti istifadə edirsən yenə. x1 vurulsun x2'də nəyə bərabərdir? Sərbəst həddə. Burada da 5a-7'də. 5a-7. Bu 12'dir, bu da 9'dur. Bir-birinə vuranda 108 bərabərdir 5a-7. Buradan da 5a bərabərdir. 108 ilə topladım 7'ni 115. A neçə oldu? 23. Elə A-nı soruşurdu bizdən. Cavab oldu 23. Loqaritma 20 əsasından qalır. Bu 2'ni qaldırıram bu 2'nin üstünə olur 4. Plus bu olduğu kimi qalır. Loqaritma 20 əsasından 5. Adətən belə sualların cavabı 1 olur. Çünki burada vurma var. Toplama olanda 2 olur, vurma olanda 1. Keçək bunu yazaq. Buradan da bu 2'ni onun üstünə qaldıranda olur loqaritma 20 əsasından 100 çıx. Bu da olduğu kimi qalır 25. Toplama vurmaya gəlirdi, çıxma bölməyə. Onda bu loqaritma 20 əsasından 4'ü 5'ə vurdum 20 vurulsun. Bu da çıxmadır. Olacaq loqaritma 20 əsasından 100'ü 5'ə böldüm neçə edir? 20. 20 əsasından 21'dir. 20 əsasından 21'dir. Vuranda da bir-birinə olur? 1. Toplamaz da olsaydı 2 olardı. Yəni bu suallar ya toplama olur ya da vurma olur. 75'in cevabı 1 oldu. Silindirin ox kəsin tərəfli AB 12. AB-ni verib 12. Bu doğrandır, həm də hündürlüyə bərabərdir. Deməli hündürlüyü tapdıq 12. Aslında burada 12'dir. AD də diametrdir. Oturacaq dairədir. Diametri verib 10 verib. Deməli bura mərkəzdir. Onda 5, 5. Radiusu da tapdıq 5. Həcmi soruşur. Həcm nə idi? V bərabərdir. S oturacaq vur H. S oturacaq dairədir. Dairənin sahəsi də pi r kvadrat vur H. Yəni hündürlük. Pi 3'dür verib. Buraya yazıram 3. R də 5'dir. Kvadratı 25. H neçədir? 12. Bunu vuraq. 75 vur 12. 700, o da 25. 900. Cavab oldu 900. Bunu başqa cür də yazmaq olar. Bir üsulu mən yazıram. Bunu 1 böl 5'in kvadratı yazıram. Vur. Bu da tərsinə çevrilir müsbət olması üçün. Yəni mənfi olanda tərsinə çevriləndə qüvvət 4 olur. Müsbət mənfi müsbətə çevrilir. Deməli bu 2 üstü 4 oldu. Bu da 5 üstü 4 oldu. Vur. Bu 2 tam 2'də 1'i çevirsən düzgün olmayana 2'də 5 mənfi olduğu üçün 5 aşağı düşür, 2 yuxarı kub olur. Belə. Hər cür ixtisar apara bilərsən. Elə mən bunları sürətə yazıram. 1 vur 5 üstü 4 vur 2 üstü 4 elə olur 5 üstü 4 vur 2 üstü 3. Məxrəclər də vuraq. 5'in kvadratdan 5'in kubunu vuranda 5 üstü 5 eləyir. Vur 2 üstü 4. Bura 4 idi. 5 üstü 4 ilə 5 üstü 5 gedəndə bir dənə 5 qaldı məxrəcdə. 2'nin kubuna 2 üstü 4 gedəndə bir dənə 2 qaldı. Sürətdə də 1 qaldı. Bu neçə eləyir? 10'da 1. Açıq sualsa 0,10'da 1. Düzbucağın sahəsi. Belə bir düzbucaqlı çəkəyim. Sahəsini verib s bərabərdir x kvadrat. Çıxılsın 7x üstə gəl 12. Uzunluğun verib x minus 3. Bunun bir dənə eninə bir a hərfi qoyaq. Bir x-in ən kiçik tam qiymətini tapın. Üz uzunluğunun enin uzuna vurub sahəyə bərabər yazıldı. Onda yazıram a-nı vururam. Eni uzuna vuranda yəni a vurulsun x minus 3. Bərabərdir sahəyə. Sahə neçədir? X kvadrat çıx 7x üstə gəl 12. Bunu viyyətlə köklərini tapacaq. X minus 3. Buradan da a vurulsun x minus 3. Bunun köklərini özünüz tapa bilərsiniz viyyətlə.
Biri x minus 3 elir, biri də x minus 4 elir. Sağ sol tərəfdən getdi x minus 3'lər, a bərabərdir x minus 4. Deməli, düzbucaqlının enin mən tapdım x minus 4. X minus 4. Bir x-in ən kiçik tam qiymətin. X-in ən kiçik tam qiyməti olması üçün bura mən 5 verməliyəm. Çünki 1 versəm mənfi olur, 2 versəm, 3 versəm, 4 versəm 0'a düşür. Tərəf nə mənfi olanmaz, nə 0 olanmaz. 5 verə bilərəm, ən kiçik tam. 5-dən də böyükləri verə bilərəm. Burada ən kiçiyini soruşur. Ən kiçik 5 verirəm. Elə cavab da olur 5. Diagonal 6 cm olan kubun tam səthi ilə yan səthinin sahələr cəmi. Kubun tam səthi nə idi? S tam 6a kvadrat idi. Yan səthi nə idi? S yan 4a kvadrat. Bunların sahələr cəmini toplayanda neçə edir? 10a kvadrat. Diagonal 6 cm olan kub. Kubun diagonalı düsturu nə idi? Diagonal bərabərdir kökdə 3a, yəni tilin kök 3 misli. İndi bu diagonal 6'dır. Bunda biz kök 3a'nı 6'ya bərabər eləyəndə a da bərabərdir 6'nı kök 3'ə böləndə belə bölək. 6 böl kök 3. Bu 6'nı yazıram. 2 vur kök 3 vur kök 3. Bu da böl kök 3. Bu kök 3'lər ixtisar gedəndən sonra deməli til oldu 2 kök 3 idi bunlar. 2 kök 3. Til a idi də qaydada biz tilə a demişdik. Kök 3 oldu. Deməli tam səthinə yan səthini toplayanda 10a kvadrat oldu. 10 vurulsun til 2 kök 3 isə 2 kök 3'ün kvadratı olacaq. Bu da 10 vurulsun. 2'nin kvadratı neçə elər? 4, bu da 3, 12. Bu da elədir 120. Düsturları bilmək lazımdır. Şəkili çəkmədim, ehtiyac yoxdur. Ata ilə oğlun yaşları fərqi 24'dür. Atanın yaşı, belə deyək də, ataya x-də 2 cür yazma olar. Həm tənlər sistemini, həm bir məsələ tənlər. Mən tənlər sistemini yazıram. Oğla da y deyək. Yaşları fərqi 24'dür. Onda x çıxılsın y bərabərdir 24. Atanın yaşın oğlun yaşına böldükdən atama qismət 2. Atanın yaşı x-dir, oğlun yaşına böldüm y-ə. Atama qismət 2, qalıq neçədir? Yox, atama qismət 2'dir, qalıq 3'dür. Qalıq 3. Bunda bölünən tabanda nə olur? X bərabərdir y-ə 2'yə vururum. 2y üstə gəl 3. Oldu 2y üstə gəl 3. Tənlər sistemi. X-in qiymətini gətirib birinci tənlidə yerinə qoyuram. Yəni yerinə yazacağım 2y plus 3 çıx. Burada y də vardı, çıxılsın y. Çıx y bərabərdir 24. Bu 2y-dən y çıxdım, nə qaldı? Y, 3'ü də sağa atdım, oldu 21. Deməli, oğlun yaşını tapdım 21. Atanın yaşını soruşsaydı, deməli bu 21'dirsə, bu da 24 ilə 20 toplayanda neçə elir? 45 olub. Görək, nə soruşur? Oğlun yaşını soruşur. Elə cavab oldu 21. Buradan keçək. A vərəqə, burada yeri yoxdur. ...81. Maraqlı sualdır bu. Şagirdlərin çəkdiyi sualdır. Belə suallardan imtina ilə çoxsu uşaqlanır. Cüt sayda əddi olan sonlu ədədi silsilə. Cüt yerdə duran hədlərin cəmi. Tək yerdə duran hədlərin cəmindən 204 vahid böyükdür. Silsilənin fərqi 17 olarsa, onun hədlərin cəmi, hədlərin sayıdır. Silsilənin fərqi 17 deyəndə, yəni silsilənin fərqi nə idi? D idi də, D 17-dir. Cüt yerdə S cüt yazıram buranı. Cüt yerdə duranlar tək yerdə duranlardan 204 vahid böyüdürsə, onda cütlərdən təkləri çıxanda nə qalmalıdır? 204. Belə. Cüt sayda olanlar, məsələn, belə yazaq da, başlayaq. A2 plus A4 plus A6 plus S cüt yazıram bura. S cüt bərabərdir. Nöqtələr axırıncıda A2, n-də natural ədəddir. S tək yazıram. S tək də A1 plus A3 plus A5 plus nöqtələr plus A2 minus 1. Çünki yenə 1 verəndə bu təkə düşür də. Tək ədlər, burada da cüt ədlər olur. Deməli, S cütlə S təkin fərqi 204'dür. İndi mən tərəf-tərəfə çıxıram da. Bunu belə tərəf-tərəfə çıxanda bunlar da çıxılır da. Bərabərin sağ tərəfi bunlar da çıxılacaq da. Düzdür, hamısı çıxılır. Deməli, S cüt çıxılsın S tək.
bərabərdir. A2-dən A1 çıxırsan, belə, plus. Sonra A4-dən A3 çıxırsan, A4-dən çıxırsan A3-ü, plus. 6-dan A5-i çıxırsan, 6-dan A5-i çıxırsan, plus nöqtələr, plus A2N-dən çıxırsan, neçədir bu? A2 minus 1, A2 minus 1, belə. Biz də demişdik ki, sislərin fərqini tapanda, ikinci əddən birinci əddə çıxanda nə olurdu? Fərq olurdu, D. A4-dən A3 çıxanda nə olurdu? Fərq, yəni D. 6-dan A5 çıxanda D olurdu. Sonra burada da elə D olurdu. Yəni sislərin fərqi nədir? İki ardıcıl hədlərin fərqi deməkdir. Bunların fərqi nəyə bərabərdir? 204-ə. Deməli, buraya yazıram 204. 204-dür. Bərabərdir. İndi burada neçə dənə D-dir? N dənədir, bilinmir də. N-D. Yox, D-ni də verib də burada. D 17-dir, sislərin fərqi 17-dir. Bilinmir neçə dənə D-dir burada. Yəni bu D-lər hamısı 17-dir. Neçə dənə D-dir, yəni neçə dənə 17-dir bilinmir. N sayda 17 götürürəm. Yəni 204-ü bölürəm 17-yə. N də bərabər neçə olur? 27, 1, 34, 2, 12. Deməli, N-i 12 tapdım. N hədlərin sayıdır. Ardıcıl yazanda A1-dən başlayırdım da. A1 plus A2 plus A3, A plus 4 plus A5 plus A6. Yəni belə yazılır da. A1 plus A2 plus A3 plus A4 plus A5 plus nöqtələr A plus 24. Yəni 24 dənə ardıcıl həddir. Bunun 12 dənəsi cütdür, 12 dənəsi də təkdir. Bizdən soruşur ki, onun hədlərinin sayını tapın. Bəzi uşaqlar burada çaşır elə 12 götürür. N 12 tapan kimi götürür 12. N tənliyin 50-dir 12. Amma burada hədlərin sayı deyəndə, bax burada 12 dənə hədd cüt saydadır. 12 dənə hədd cüt saydadır. 12 dənə hədd tək saydadır. Burada da soruşur ki, onun hədlərinin sayı. Hədlərin sayı deyəndə A1-dən A12-yə kimi, A1-dən A24-ə kimi olur. Çünki 12 dənə hədd buradadır, cüt sayda, 12 dənə hədd buradadır, tək sayda. Ümumi hədləri ardıcıl yazanda 12, 12, 24 dənə hədd olur. Yəni A1-dən başlayır, A24-də qutarır. Deməli, cavab oldu neçə? 24. Bu da maraqlı sualdır. Deməli, qaçış yolu uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq formalı sahib. Uyğun tərəfləri bir-birinə paralel deyəndə, baxın, bu alfa bucağıdırsa, bu üçbucaqda, bu da alfa olacaq. Buradan da çəkə bilərəm bunu. Bax, bu B, bu A, bu C. Buradan da bir dənə üçbucaq çəkib, belə. Bax, belə. Buradan da verib D, Y, bu da F. Uyğun tərəf paraleldir. Baxın, bu tərəf bu tərəfə paraleldir. Yəni AC D-yə paraleldir. Onda mən bucağı alfa qoysam, bu da alfadır. Sonra uyğun tərəfləri paralel olan iti bucaqlar da bunlar. Burada da bu bettadırsa, bu da betta olacaq. Bu qammadırsa, məsəl üçün qamma bucağıdır. Bu da qammadır. Deməli, oxşar üçbucaqlardır. Onda üçbucaq A, B, C, yəni böyük bucaq. Fərqi nədir? BAC oldu, ABC oldu. Oxşardır DYF-ə. Yəni üçbucaq D, Y, F-ə. Burada paralel dediyi üçün onu başa düşməlisiniz ki, bunlar oxşardır. Bu yolun bütün kənarları boyunca A və D, bu A təpəsindən başlayır, bir də D təpəsindən. Deməli, bu formada ağaclar əkir. A-dan gəlir C-yə, sonra qayıdır B-yə, sonra gedir yenə A-ya. Burada da D-dən F-ə, F-dən Y-yə, Y-dən D-yə. Ağaclar əkilib, məsafə 5 metrdir. Elə bu bir dənə ağac əkib, 5 metr ara verib bir dənə ağac əkib, 5 metr ara verib bir dənə ağac əkib. Burada hamısı 5-5 gedir. Elə burada da hamısı 5-5 gedir. Deməli, AB-ni verib 160, buranı verib 160, AC-ni verib, neçə verib? 180, BC-ni verib 200. Buradan yazaq da ya belə. 160, 180, bu da 200. 5 metrdən bir ağac əkilibsə, baba burada birini əkib, burada da birini əkib, 5-5-5 gedir də 5, məsəl üçün 5 belə-belə gedir bütün tərəflərdə. Deməli, biz bunun perimetrini tapmalıyıq. Perimetr ABC. Perimetr ABC. Böyük bucağın perimetrini tapaq birinci.
perimetr üçbucaq ABC. ABC bərabərdir. 160 buradadır, 180 buradadır, 200 də buradadır. 100, 100, 200 topladım. Neçə elədi? 340, bu da 200. 540. Deməli, perimetr boyunca, yəni çəpər boyu edirlər buna. 5 metrdən bir ağac əkib. Bunda biz bölürük 5-ə. Görən istin ağac əkib. 5-i böldüm 1. 40-ı da 5-ə böləndə neçə edir? 108 də. 5 dənə 100, 5, 5, 8-dən 40. Bəli. 108 dənə deməli, böyük bucaq ABC ətrafına ağac əkib. Bunu saxlayaq yadda. Keçək oxşarlıqdan istifadə edək. Böyük bucağın perimetri 540 idi. Məsələn, B perimetr, S yox, P. ABC, oxşarlıq belə idi. ABC. Bölünsün perimetr bu üçbucaqdır. Yəni, balaca üçbucağın perimetri. Perimetr üçbucaq DYC. Belə yazır, DYC. Perimetrlərin nisbəti uyğun tərəflərin nisbəti idi. Bunun perimetri nə idi? ABC. Buradan tapmışdım. 540. Tərəfləri nə götürəcəm? Buranı verib. DF-i 45 verib. DF. Buranı 45 verib. Bugün kiçiyin verib 45 bu tərəf. Deməli, YF-i tapmalıyam. Bir də DY-ni tapmalıyam. Bunda bunun böyük bucağın perimetrinin kiçik bucağın perimetrə nisbəti bərabərdir. Bunun uyğun tərəfi. Qamma bucağının, alfa bucağının qabağı neçədir? 45. Bunun böyüyün alfa bucağı 180. Bunda 180-ın 45-ə nisbəti. Bunda ixtisar aparanda neçə olur? 180-ı 45-ə böləndə 4 olur. Deməli, böyük bucağın perimetrin kiçik bucağın perimetrinə böləndə 4 edilirsə, onda bunun tərəfi ilə bunun tərəfinin arasında 4 dəfə fərq var. Deməli, bu 45-dir, görsən 4 dəfə fərq olanda 180. Onda 160-sa 4 dəfə kiçik olanda bu neçə olacaq? Bura olacaq 40. Uyğun tərəflərin nisbəti. Bu da neçə idi? 200-düzə, bu da 4 dəfə, bu da 50 olacaq. Mən nisbət şəklində yazmadım, şifayı tapdım. İndi keçək kiçik üçbucağa. Kiçik üçbucaq DFY-dir. Üçbucaq DFY. Bunun perimetri nədir? 40, 45, 50. Toplayaq 90, o da 45, 135. 135. Bunda 5 metrdən bir ağac əkilib. Bax, burada biri əkilibsə, 5 metr ara verib. Belə formada gedib də hamısı. 5-5 gedib. 135-i 5-ə bölək. 13 5-ə 2 dəfə 35, 7, 27. Deməli, böyük bucağın perimetr boyunca 108 ağac əkildi. Kiçik bucağın da perimetr boyunca 27 ağac. Soruşur ki, əkilmiş bütün ağacların sayını tapın. 108 ilə 27 toplayanda neçə edir? 135. Maraqlı məsələ idi. 83. Kvadratik funksiya verib parabolanın təpə nöqtəsinin koordinat başlanğıca qədər məsafə 3/5 olarsa, B parametrinin kiçik qiymətini tapın. Kvadratik funksiyanın parabolanın təpə nöqtəsini düsturdan da tapmaq olur, praktik də tapmaq olur. Düsturdan belə tapırdıq. X0 bərabərdir, mənfi B bölünsün 2A. Mənfi B. B-nin qiyməti mənfi 6-dır. Onsuz da bu mənfi mənfiyə dəydi ilə 6 oldu. Bölü 2, A-nın da qiyməti burada 1-dir. Yəni, X kvadratın qabağı 1 sayılır da. Bu da 3. Deməli, bu 3 oldu. Obrisi məlum deyil. Belə olur da, Y0 bərabərdir. 4AC. 4 vur, A-nın qiyməti 1-dir. C-nin qiyməti C buradadır. Bu C-nin qiymətidir. B-dir. Çıx. Düsturumuz belə idi. 4AC çıxılsın B kvadrat. B də mənfi 6-dır. Kvadratı da 36 böl 4A. O da elə 1-ə vurulanda. Deməli, bu oldu 4B idi də. 4B, bura B idi. 4B çıxılsın 36 böl 4. Bunu da 4-ə böləndə nə qədər olur? B, o da 36, 9. B çıx 9. Mən indi bilmirəm, B çıx 9 müsbət Y-in, Y-də bu, müsbət yarımoxundadır, yoxsa mənfi. Ona görə birin burada qeyd edirəm. Birin də burada qeyd edirəm. Parabolanın təpə nöqtəsi biri buradadır, birinci rübdə, biri dördüncü rübdədir. Deməli, B çıx 9 həm buradadır, burada da B çıx 9-dur. Bu müsbətidir, bu mənfisidir. Deməli, parabolanın təpə nöqtəsinin koordinat başlanğıca qədər məsafə. Təpə nöqtə buradır, koordinat başlanğıcı da buradır. 0,0 nöqtəsi. Bura qədər məsafə. Onda bu 90-dır da. Bu oldu katet, katet hipotenuz. Buranı verib 3/5. Onda buradan burada 3'dür, görürsünüz. Onda bura bir x qoyun. Mən buranı tapandan sonra buna bərabər eləyəcəm. Pifagor termidir də. X, bu da 5, bu da 3/5.
Yox, 5 yox, bura 3 idi. X-i burada parabolun təpə nöqtəsi 3 idi, bura 3-dür. Onda x-in kvadratı plus 3-in kvadratı 9 bərabərdir 3 kökdə 5-in kvadratı necə eləyir? 9 vurub 45, x kvadrat bərabərdir 45-dən 9 çıxdım 36, x-i aldım plus minus 6. Mənfi 6 ise aşağı gedir, müsbət 6 ise yuxarı. Deməli buranı 6 aldım. Onda bax buradan bura 6-dırsa elə burada 6-dır. Onda bu nöqtə B-9 idi. B-9-u 6-ya bərabər edirəm. B-ni buradan tapıram 15. Bu B-nin böyük qiyməti. Kiçik qiymətini soruşur. Buradan bura 6-dırsa elə bax buradan da bura baba əmin şeydir də koordinat başlandan burada çəksəm. Bu da bir 90-dır. Yenə katet. Buradan bura 3-dür. Buradan bura bu 3 deyil. Buradan bura bu idi. B-9 elə B-9'da. Burada həmin 3 kökdə 5 idi də. Yenə də buranı tapıram 6. Sadəcə bu y yuxarı qalxırdı 6, yəni bura. Bu isə aşağı düşür. Yəni buradan bura mənfi 6 deməkdir. Bu B-9'u mənfi 6-ya bərabərdir. Çünki bura 6 olanda bura mənfi 6 olur. Bura mənfi 6 olur. Koordinat oxunun, koordinat baba 0-dan y 0 olandan aşağı düşürsən də mənfiyə gelsən. Buradan da B bərabərdir 3. Deməli B-nin 2 dənə qiyməti var. Görə hansı soruşur? B parametri kiçik soruşur. Kiçik qiyməti 3'dür. Cavab oldu 3. Böyük sorursaydı 15'dir. Mərkəzi O nöqtəsində olan çevrənin kəsişən 2 vətərindən birinin uzunluğu 48. Bir dənə çevrə çəkək. Mərkəzi O nöqtəsidir. 2 dənə kəsişən vətər. Birini belə çəkək, birini də belə çəkək. Bura kəsişmə nöqtəsidir. Kəsişən 2 vətərdən birinin uzunluqları 48 cm, 3 cm olan 2 parçaya bölünür. Deməli kəsişmə nöqtəsindən 2 parçaya bölünür. Birini 3 götürək, birini də 48. Bu vətərin uzunluğudur. 3 48 hissəyə bölünür. Digəri də 1 4 nisbətində. Bura 1x isə x götürək də, bu da 4x. Vətərlərin metrik münasibəti bu bax x vurulurdu 4x-ə, oldu 4x-in kvadratı. 3 də vurulurdu 48-ə. 3 vur 48. 48-i 4-ə böldüm. X kvadrat bərabər neçə oldu? 12. 12-cə vurdum 36. X-i tapdım. Plus minus 6 olur. Tərəf, yəni parçada uzunluqdur. Mənfi olmur. Hər nəsində mənfi götürülmür. Müsbəti götürürlər. X-i 6 tapdım. Bunda bu 6-dırsa bu da 4 vur 6 neçə edir? 24. Deyir bu vətərin uzunluğunu tap. 24 da 6. Olur 30. 85. Cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiadalarda iştirak edən şagirdlərin sayı göstərilmişdir. Hər fən üzrə bir qalib. Deməli burada riyaziyyatdır. Bir nəfər riyaziyyatdan seçir. Oğlan seçəcək. Oğlan. Oğlan bir nəfər seçəcək. Bu riyaziyyatdır. Riyaziyyat. Sonra biri isə qız olacaq. Fizikadan da qız. Bunda burada yazaq fizika. Bu da qızdır. Qız yazaq da. Bu da bir nəfər. Burada da cəm verib. Bunda bu tənlilər sistemini yaradaq buradan. Y plus 3x bərabərdir 14-ə. 5y plus x bərabərdir 14-ə. Əssalam. İstəyir birinci x islah elə, istəyir y. Fərqi yoxdur. Mən bunun ikinci tənliyi mənfi 3-ə vururam. Onda birinci tənliyi y plus 3x bərabərdir 14. Mənfi 3-ə vuranda nə olur? Mənfi 15y çıxılsın 3x bərabərdir mənfi 42. Mənfi 42 edir. Tərəf-tərəfə toplayanda bu x-lər islah olundu, getdi də bunlar. Bundan bunu toplayanda mənfi 14y, bunu da toplayanda neçə edir? Mənfi 34, y də 34-dür. Y neçə tapdım? 2. Y 2-dirsə gətirək burada qoyaq. Bu 2-dirsə bu da 3 vur x idi axı. Plus da 14. Bunda 3x bərabərdir 12, x-də tapdım 4. X 4-dür. Y neçədir? 2. Y 2-dir. X də 4-dür. Sualda deyir ki, cədvəldə riyaziyyat fizika fənləri üzrə. Cədvəldə dediyi üçün 14 nəfər riyaziyyatdadır, 14 nəfər fizikadadır. Deməli 28 nəfərdir. Bunu kamizonla da yazmır, amma kamizonsuz mən yazacağam. Deməli, riyaziyyatda 14 dənə şagird var. Bunun ikisi oğlandır, 3-ü də qız neçə idi? Bu 12 olacaq da məlumdur. Deməli 14 nəfərdən 2 oğlandır. Birincisi bir qalib yazıb hər fən üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan. Riyaziyyat fənni üzrə, bu riyaziyyat fənni üzrə oğlan. Deməli 2-dir. Deməli 14 nəfərdən 2 nəfər.
P ehtimaldır da 14-dən 2. Bu birinci hadisənin ehtimalı olsun 7-də 1. Bu oğlan olma ehtimalıdır, bu da qız olması. Burada da yenə fizikada da 14 nəfər var. Buradan isə bir nəfər seçilir, o da qız. Qız da 4 nəfərdir. Bu da olacaq 14-dən 4-ə. Bu da 2-yə gedəndə 7-də 2. Ehtimalların vurma prinsipidir. Bu ehtimalı bu ehtimala vuranda P bərabərdir ümumi. 7-də 1 vurulsun 7-də 2. Bu da 49-da 2 olur. Cavab oldu 49-da 2. Bura qədər sağ olun.